Dünən Avropa Parlamentində İqbal Oğlunov məsələsi və Talış məsələsi xüsusi qeyd olundu və Avropa Parlamentinin təcili iclasında 27 ölkənin nümayəndəsi iştirak edir və bu nümayəndələr təxminən 450 milyonluq bir xalqın nümayəndələridir ümumilikdə. Yəni 450 milyonluq bir xalqın təmsilçiləridirlər və belə bir ortamda Talış məsələsi gündəmə gəldi və burada Azərbaycana aid bir çox insanların adı çəkildi. Əsas amma vurğu İqbal Abilov və Bəhruz Səmədovun üzərində qeyd olundu və xüsusən də İqbal Abilovun etnik mənsubiyyəti, yəni Talış məsələsi xüsusi vurğulandı. Bu həm onların saytında, həm danışılarkən xüsusi qeyd olundu və Azərbaycan xüsusən bu məsələyə görə qınandı. Yəni Avropada biz Talışların məsələsinin ən yüksək səviyyədə, ən yüksək Avropa Parlamenti səviyyəsində müzakirəsini görürük.